Azizanın ən sevilən şirniyyatlarından olan Mars tortunu evdə özünüz hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin. İlk öncə yumurtaların ağını sarısından ayırıram. Şəkər tozunun yarısını ağına əlavə edirəm və ağarıb bərkiyənə qədər mikserlə qarışdırıram. Qalan şəkər tozunu isə yumurta sarısının üzərinə əlavə edib, rəngi ağarıb 2-3 qatına çıxana qədər ayrı qabda mikserləyirəm. Həmin bu qarışımı yumurta ağının üzərinə əlavə edib, tək tərkibli məhlul olana qədər ehtiyatla qarışdırıram. Daha sonra quru ərzaqları ələyib, qarışımın üzərinə əlavə edib, altdan üstə doğru həcmini itirməsin deyə yavaş-yavaş qarışdırıram. Qarışımı qəlibə əlavə edib sobada bişməyə qoyuram. Biskvit bişib soyuduqdan sonra qəlibdən çıxarıb 3 bərabər hissəyə bölürəm. Tort üçün 2 krem hazırlayıram. İlk öncə krem qaymağın üzərinə şəkər pudrası əlavə edib, qatlaşıb həcmi artana qədər çalıram. Çox qatlaşmamış üzərini bəzəmək üçün 2-3 yemək qaşığı kənara ayırın. İkinci krem üçün otaq temperaturunda yumşalmış kərə yağına bişmiş qatlaşmış süd əlavə edib çalırıq. Hazırladığım hər iki kremi birləşdirib qarışdırıram. Daha sonra keçirəm tortu yığmağa. Ən alta biraz kremdən çəkirəm ki, tort yerindən tərpənməsin. İlk qatı yerləşdirib südlə hazırladığım şərbətlə azca isladıb, kremləyib üzərinə keyfiyyətli şokolad qırıntıları əlavə edib ikinci qatı yerləşdirirəm. Bu qatı da eyni şəkildə kremləyib şokolad qırıntıları və biraz da özüm hazırladığım karameldən əlavə edirəm. Karamelin hazırlanma qaydasını bundan öncəki postda paylaşmışam. Girib izləyə bilərsiniz. Son qatı da yerləşdirib tortun üzərini və ətrafını bacardığım qədər hamarladıqdan sonra şəkər pudrası və kakaonu qarışdırıb tortun kənarını bu qarışım ilə örtürəm. Daha sonra qalan kremə biraz kakao əlavə edib qarışdırıram. Kremi sıxma torbasına əlavə edib tortun kənarlarını bəzəyirəm. Hazırladığım karameli isə tortun üzərinə əlavə edib yayıram. Təəssüf ki, krem qaymaqdan kənara ayırmadığım üçün Mars tortunun üzərindəki ağ zolaqları edə bilmədim. Siz ayırıb edərsiniz. Görünüşü nə dərəcədə bənzədi deyə bilmərəm, amma az zadakı ilə eyni ləzzətdə olduğuna zəmanət verirəm. Hələlik!